Aziz dostlar, yenə istintaq təcridxanalarından danışacağım. Mən zaman-zaman istintaq təcridxanalarında, cəza çəkmə müəssisələrində baş verən hadisələrlə bağlı danışıram, dəyərli dostlar. Təxminən bir həftə bundan qabaq jurnalist Rəşad Şahbazovun məhkəmə prosesində iştirak elədim. Adam məhkəmə zalında qışqıra-qışqıra, bağıra-bağıra dedi ki, Elnur Şükürov Lənkəran istintaq təcridxanasında, Lənkəran türməsində məni incidirlər. Mənə orada zülm eləyirlər. Əziz dostlar, Lənkəran türməsində nə baş verir? Mən ondan sizə danışacağım. Jurnalist Rəşad Şahbazovun atası mənə səs göndərdi ki, Elnur Şükürov mənim oğlumun qoluna qandal vurub, aparıb birbaşa Azər Bağırov, rəis Babək İskəndərovla birlikdə ölümünə döyüblər. Mən bununla bağlı adəti qurumları, xüsusən də Lənkəran istintaq təcridxanasının, türməsinin rəisini, əməkdaşlarını məlumatlandırdım. Dünən nə baş verib, dəyərli dostlar? Onu da sizin diqqətinizə çatdıracağım, əziz dostlar. Bu mübarək Lənkəran türməsinin rəisi, istintaq təcridxanasının rəisi Babək İskəndərov və onun məndə olan məlumata görə şilləvranı təqsirləndirilən şəxslərdən və məhkum olunmuş şəxslərdən qisas hissi ilə yaşayan, nəfəs alan bir şilləvranı var rəisin orada, Azər Bağırov. Aparırlar, adamı danışdırırlar, sən bizdən niyə şikayət eləmirsən, sən bizdən niyə şikayətdə bulunmuşsan, adamı kameraya çəkiblər. Siz kameraya jurnalisti Rəşad Şahbazovu niyə çəkməlisiniz? Bu göstəriş sizə hardandır? Ümumiyyətlə istintaq təcridxanasının rəisləri təqsirləndirilən şəxsi niyə kameraya çəkməlidirlər? Mən özümü öldürmüşəm, dəyərli dostlar. Mən özümü öldürmüşəm ki, istintaq təcridxanasının rəislərinə, əməkdaşlarına təqsirləndirilən şəxs anlayışını başa salmaq lazımdır. İzah eləmək lazımdır. Sən adamı 100 ilin cinayətkarı kimi dindirə bilmərsən, onunla münasibət qura bilmərsən, mən indi orada nə baş verib, deyəcəm, dəyərli dostlar, sizə. Adamı yaparırlar, kameraya çəkirlər. İndi orada nə baş verib, nə olub, onu Rəşad Şahbazovun atasından mən soruşacağım. Dünən mənə təzyiq altında, təzyiqi qalxmışdı, halı pis şəkildə zəng eləyib ki, mənim oğlumun həyatı təhlükə altındadır. Babək İskəndərov, Lənkəran türməsinin rəisi, onun orada şilləvranı Azər Bağırov, Rəşad Şahbazovla bu günləri çox aqressiv rəftar eləyirlər. Tapşırıq alıblar, göstəriş alıblar, nə eləyiblər? Onu da hörmətli Ədliyyə Naziri, hörmətli Fərid Əhmədov araşdırsın. Mən buradan müraciət eləyirəm. Ədliyyə Naziri Fərid Əhmədova, Ədliyyə Nazirliyinin penitensiar xidmətinin rəisi Mirsaleh Seyidova. Xahiş eləyirəm, Rəşad Şahbazovun atası, anası narahatdır. Rəşad Şahbazova qarşı Lənkəran istintaq təcridxanasında bu günləri çox pis münasibət var. Adamı orada atasının, anasının dediyinə görə döyüblər. Dubinka ilə döyüblər. Məsələ araşdırılsın. Rəşad Şahbazovun başına hər hansısa bir hadisə gələrsə, bu gündən, bu andan, bu dəqiqədən 31 may 2026-cı ildən mən bunu canlı efirdən deyirəm ki, məsuliyyət birbaşa istintaq təcridxanasının rəisi Babək İskəndərovun və onun ən yaxın əməkdaşı, onun bütün tapşırıqlarını layiqincə yerinə getirən mübarək Azər Bağırovun üzərindədir, dəyərli dostlar. Cəlilabad rayonunda da jurnalist Rəşad Şahbazovun üzərinə duran 3 məşhur mübarəklərin də haqqında sizə ayrıca danışacağım. Nəcəfov Talih, Nəcəfoğlu, Nadirov Alim Fətəlioğlu, Xudaverdiyev Fuad Firidun bu mübarəklərin də haqqında sizə ayrıca danışacağım ki, bir ləyaqətli jurnalistin üzünə duran bu 3 nəfəri, Talihi, Alimi və Fuad Xudaverdiyevi hər kəs tanıyacaq, dəyərli dostlar. Siz niyə durursunuz jurnalist Rəşad Şahbazovun üzünə? Kimin göstərişini almışsınız? Özünüzü nəyə və kimə görə öldürürsünüz? Ayıb deyilmi? Mən onun haqqında, bu 3 nəfərin, bu 3 mübarəkin haqqında da ayrıca danışacağım, dəyərli dostlar. Hal-hazırda Rəşad Şahbazovun atası, anası bugünkü durumundan çox narahatdır. Məsələ bizim diqqətimizdə qalacaq, dəyərli dostlar. Yayımımızı bəyənin, paylaşın, kanalımıza abunə olun, sağ olun, sağlıqla qalın.